الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Ən birinci həmişə Allah Azze və Celləyə çoxlu sayıda həmd olsun, şükürlər olsun Rəbbimizə ki, Allah Azze və Cəllə bizi hidayət edib, bizi iman niməti ilə nimətləndirib. Həqiqətən bundan böyük nimət ola bilməz. Yəni, necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah Azze və Cəllə dünyanı sevdiyinə də verər, sevmədiyinə də. Yəni, rububiyyət nimətini Allah sevdiyi insanlara da verir, sevmədiyi insanlara da. Nədir rububiyyət niməti? Kim deyər qardaşlar, nədir? Yəni, pul, mal, dövlət, sağlamlıq, ailə xoşbəxtçiliyi. Yəni, dünyada insanların görüb sevindiyi və əksər insanların ancaq o ilə razı qaldığı nimətlər rububiyyət nimətləridir. Ona görə Allah Azze və Cəllə deyir ki, Əraditum bil həyəti dünya. Deyir ki, siz dünya həyatı ilə razısınızmı? Yəni, ancaq. Ona görə insan yəni hər bir kəs bilməlidir ki, dünya neyməti Allahın sevgisinə dəlil deyil. Dünyada olan o neymətlər, o xoşbəxtçiliklər, o puldur, mal dövlətdir, sağlamlıqdır, hər bir şey, nə olur olsun, o heç vaxt Allahın sevgisinə dəlil ola bilməz. Nəyə görə? Çünki nə qədər kafirlər var ki, hamısından var. Hətta sünnədə dəlil də var buna. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir qiyamət günü elə bir insan gələcək ki, dünyada ikən heç bir əzab-əziyyət görməyib, heç bir çətinlik görməyib. Özə dünyası, yəni əla keçib. Amma deyir, o kəs cəhənnəm əhli olacaq. Və onu bir dəfə cəhənnəmə salıb çıxaracaqlar və deyəcəklər, ey qulum, sən dünyada ikən xoşbəxtlik, rahatçılıq gördünmü? Bir anlıq cəhənnəm unutturacaq ona. Bütün dünya səadətini, bütün dünya xoşbəxtçiliyini. Deyəcək, vallahi mən rahatçılıq, xoşbəxtçilik nə olan şey bilmirəm. Bilmirəm nə olan şeydir. Ona görə yəni heç vaxt. Amma o insan dünyada rahat yaşamışdı. Yaşamışdı. Amma Allahın qəzəbi tutan, cəhənnəm əhli olan insanlardan biriydi. Ona görə dünyada insanın yaxşı yaşaması, pulunun çox olması, nimətinin artıq olması, o, yəni dünya nimətlərini. O demək deyil ki, Allah onu sevir. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah kimi sevərsə onu imanla şərəfləndirər. Və mən yuridillahu yəşrah və mən yuridillahu bihi xayran yəşrah sədrahu lil-İslam. Kimə Allah xeyir istəyərsə onun qəlbini İslam'a açar, genişləndirər. Mən yuridillahu bihi xayran yufaqihu fid-din. Kimə Allah dində, yəni xeyir istəyərsə onu dini başa düşən edər. Və xüsusən insan hidayət olandan sonra gərək öz elmini artırsın, dini ilə məşğul olsun, təqvasını artırsın. Bu da nimət üzərinə, xeyir üzərinə xeyirdir. Nə qədər insan Allaha tərəf gəlir, nə qədər insan iman vəsfini artırır, o qədər o insanda olan Allahın sevgisinə dəlildir. Bax, diqqət elə bu ayəyə. Allah Azze və Cəllə deyir ki, Yərfa'ullahu ləzinə əmənu minkum və ləzinə otul elmə dərəcət. Deyir, Allah sizdən iman gətirənlərin və xüsusən də elm öyrənənlərin dərəcəsini artırar. Və diqqət elə, alimlər deyir ki, usul elmində qayda var. Nə qədər iman vəsfi artırsa, diqqət elə, nə qədər iman vəsfi artırsa, o qədər Allah qatında ucalmaq da artır. Yərfa'ullahu ləzinə əmənu. Artıq iman gətirənləri Allah qaldıracaq. Deməli, iman vəsfi nə qədər artırsa, o qədər Allah qatında dərəcələr yüksəlir, artır. Ona görə insan nə etməlidir? İman vəsfini artırmağa çalışmalıdır özündə. Yəni, özünə sual verməlidir. Məndə iman vəsfi nə qədərdir? Aleykum salam və rəhmətullah. Nə qədərdir məndə iman vəsfi? Yəni, insan daima özünə sual verməlidir. Buna nə deyirlər? Dində. Öz nəfsini hesaba çəkmək. Və bu vəsflərin ən üstünü təqvadır. İnsan Allahdan qorxması, axirət günündən qorxması, Allahın qabağından dayanmağından qorxması,
ki, Rəbbimin qabağında dayananda nə cavab verəcəm? Hər dəfə müamilələrdə, hər dəfə kimlənsə iş görəndə, hər dəfə namazında, ibadətində sual verməlidir. Bax, görəsən bu namazımdan Rəbbim razıdırmı? Görəsən bu yaşayışımdan Rəbbim razıdırmı? Daima hər gün o sual olmalıdır, hər gün. Ya eyyuhəl-ləzinə əmənu, ittəqullah. Görəsən, Allah Teala deyir ki, ey iman gətirənlər, Allahdan qorxun. وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدْ. Hər kəs sabah nə edəcəyinə baxsın. Yəni, öz nəfsini hesaba çəksin. Görürsən, məndə vəziyyət nətərdir, necədir? Mən necəyəm? Bax, şeytanın ən böyük ordularından biri insanın digər insanlara baxmasıdır. Yəni, bu pis gündədir, o belədir, o münafiqdir, bu kafir, o müşrikdir. Elhamdülillah, biz yaxşıyıq ki. Ən böyük şeytanın ordusudur bu. İnsanı allatmasıdır. Və belə insanlar, Allah qorusun, ömrünün axırı da yaxşı qutarmır. Çünki daima ona buna baxıb. Daima onu bunu, yəni imanını təftiş edib. Mən qalə hələkən-nəs fəhuvə əhlekuhum. Kim deyərsə ki, insanlar həlak olub, deyir, ən birinci həlak olan onun özüdür. Ona görə insan nə etməlidir? İnsan ancaq özünə baxmalı. Biz özümüzlə məşğul olmaqla yəni mükəlləf olmuşuq. Bax, Rəbbimiz bu ayədə nə deyir? وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدْ. Deyir, hər kəs sabahı üçün nə edəcəyinə baxsın. Yəni, mən nə edəcəm? Nə bilirəm Allahın dinindən? Elmim nə səviyyədədir, nə qədərdir? Mən yuridilləh bihi xayran yufaqihu fid-din. Deyir, kimə Allah xeyir istəyərsə, dini başa düşən edər. Deməli, mənim dinimi başa düşməyim qədər Rəbbim məndən razıdır, Rəbbim məni xeyir istəyir. Ona görə, nə qədər mən dini başa düşmürəmsə, nə qədər mən dini anlamamışamsa, deməli, o deməkdir ki, Allah məni burada görmək istəmir. Deməli, Allah mənim haqqımda xeyir istəmir. Bu çox təhlükəli mövzudur əslində. Deyir ki, وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً وَلَكِنْ كَرِهَ اللّٰهُمْ بِعَاثَهُمْ فَثَبَّتَهُمْ. Deyir ki, əgər onlar Allah yolunda çıxmaq istəsəydilər, mütləq hazırlıq görərdilər. Mütləq hazırlıq, yəni, bu qaydadır. وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Kim əgər Allaha tərəf çalışarsa, mütləq Allah onu hidayət edər. Allah ona yardım edər, asanlaşdırar. فَأَمَّا مَنْ أَعْتَى وَاتَّقَى وَصَدَّقَ بِالْحُسْنَ فَسَنُيَسِّرُهُ لِلْيُسْرَى. Kim Allah yolunda malını verərsə, Allahdan qorxarsa və cənnəti doğrulayarsa, la ilahe illallahı doğrulayarsa, biz ona asanlaşdırarıq. Görürsən, kim bu addımları atarsa, ona asanlaşdırarıq. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, xiyarıkum fil İslam, xiyarıkum fil cahiliyyə, xiyarıkum fil İslam, izə fəquhu. Deyir ki, sizin cahillik vaxtında xeyirli olanlarınız, İslamda da xeyirli olanlarınız, bax, qeydlə deyir, izə fəquhu, əgər onlar dini başa düşəndirsə. Deməli, əgər insan cahillik vaxtı xeyirli insan idi, xeyirli kişi idi, xeyirli oğlan idi, İslam'a gəldi, yenə xeyirlidir, nə vaxt? Əgər dini başa düşəndirsə. Deməli, canat, ona görə sahabələr bir hədisdən ötəri bir ay yol gediblər. Nəyə görə o yol gediblər? O istəyirdi ki, xeyirli olsun. Yol bilirdi ki, yəni, dini başa düşmədən xeyirli olmaq olmaz. Yəni. Yaxşı, bu o deməkdir ki, hər kəs elm tələbəsi olmalıdır. Xeyr. O deməkdir, sadəcə hər kəs öz dinini öyrənməyə çalışmalıdır. Yəni, hər kəs səhər, işə, axşam evə ancaq həyatını belə keçirməli yox. Hər kəs Allahın dinini öyrənməyə can atmalıdır. Yəni, türklər demişkəndən qayrət göstərməlidir. Yəni, çalışmalıdır ki, mən öyrənim. Çünki insan, bax, bu bir-birinin dalınca gələn mərhələdir. İnsan öyrəndirsə mütləq dəvət edəcək. Öyrəndirsə istər-istəməz nə edəcək? Allahın dininə xeyir verəcək. Allahın dininə xeyir verməyən insan, yəni özünü də böyük xeyirlərdən məhrum etmiş insan sayılır. Bax, elə insanlar var, elə qardaşlar var ki, yəni dəvət etmək, insanlar Allahın dininə gəlsin ya gəlməsin, çoxdur onun üçün umurunda deyil. Bu çox təhlükəli haldır. Asr surəsində Allah Teala nə deyir onlar haqqında? Onlar ziyan içindədir. Bir. İkinci, Allah Resulü nə deyir? Allah Resulü haqqında Allah Azze ve Celle. Yusuf surəsində. Qul həzihi səbil, əd'u ilallah, alə basiratin, ənə və mən ettəbə'əni. Deyir ki, deyir ki, bu mənim yolumdur. Mən insanları elmlə, bəsirətlə Allaha tərəf çağıram. Mən və mənə tabi olanlar beləyik. İnsanları şirkdən çəkindiririk. Çünki şirk bağışlanmayan günahdır. Allah Azze ve şirki bağışlamır. Kim əgər şirk edərsə, Allah onu əbədiyyən cəhənnəmə atacaq. İnsan bağışlamır, belə bir günahdır.
Necə insan razı olar ki, insanlar bu günahın içində batsınlar? Bizim yaxınlarımız, qohumlarımız, atalarımız, analarımız bu günahın içindədir. Çıxarmaq lazım onları. Ona görə bax, şirk edən insan sanki Allah'a söyən insan kimidir. Şirk edən insan sanki söyən kimi. Niyə görə? Çünki şirk edir, deyir ki, mən sənə şərik qoşuram. Və nəyə görə buna nisbət olunur? Çünki insanları Allah'a şirk qoşmaqda tərk etmək, onları dəvət etməmək, bəzi alimlər deyir ki, Allahın söyülməsi ilə razı qalmaq kimidir. Çünki həmin ayənin axırına bax, Allah təala nə deyir? Deyir, Subhanallah və mə ənə minəl müşrikin. Deyir, siz etməsəz də, ənə və mən ittəbəəni, mən və mənə tabi olanlar dəvət edirik, Allahın yoluna çağırırıq insanları. Və deyir, Subhanallah, Allah pak və nöqsansızdır. Onsuz da onlar şərik qoşsa da, Allah kamil sifətlərinə layiq Allahdır. Ucadır, pakdır, nöqsansızdır. Səmi', basir, aziz, Ər-Rəhman, Ər-Rahim, Məlik Yevmiddin, Əl-Muheymin, Əl-Mütəkəbbir, hər şeyə hökm edən, bütün hökm əlində olan, bütün qüdrət əlində olan, tu'til mulkə mən təşə və tənzi'ul mulkə mən təşə. İstədiyinə verir, istədiyinə alır. Onun qatında olan tərəzilər başqa cürdür. Və o hər şeyi bilir, hər şeyi hesablayıb. Və mən əstəqü minəllah qilə. Allahdan daha doğru kim danışa bilər? Və mən əstəqü minəllahi hədisə. Allahdan daha gözəl sözü olan kim ola bilər? Allahdan daha gözəl tədbiri olan, idarəçiliyi olan kim ola bilər? Heç vaxt, heç kim. Yəni Allah ona layiqdir, kamilliyə layiq Allah. Biz dəvət etməsək də. Yəni bu ayə deyir ki bizə, Subhanallah, Allah pak və nöqsansızdır, siz etməsəz belə. Və mə ənə minəl müşrikin, mən də onlardan deyiləm. De ki, Muhammed, mən onlardan deyiləm. Yəni, qabaqdan demiş, mən dəvət edənlərdənəm. Mən razı deyiləm ki, insanlar günahlara düşsün, insanlar asiliklərdə, şirkdə davam eləsin. Ona görə tövhiddən danışıram, ona görə şirkdən, bidətdən, küfürdən insan bacardığı qədər Allahın yoluna dəvət etməli. Təbii ki, böyük məsələlərə girmək yox. İnsanlara adi şeylər, insanı kim, necə ki, bax, Abu Darda radiyallahu anhu deyir ki, insanların ən xeyirliləri deyir, Allahı insanlara sevdirəndir. Allahı insanlara sevdirəndir. Bu səbəblə də insanlar da Allaha seviləcək. Yəni, nə deməkdir bu? O deməkdir ki, elə insan var ki, Allaha borclu olduğunu zənn eləmir, hesab eləmir. Nəyə görə? Çünki şeytan onu arzulara, istəklərə daldırıb. Ya'iduhum və yumennihim və mə ya'iduhumuş-şeytan illə qurura. Deyir ki, şeytan onlara boş-boş arzular verəcək. Ya'iduhum, vədlər verəcək. Və yumennihim, arzulara daldıracaq. Görürsən, yarım saat insan maşın sürür, amma bir dəfə olsun Subhanallah sözünü demir. Bu, əsl şeytanın ordusudur, qapsıyıb insanı. Bir saat insan maşın sürür, dili zikir eləmir. Yəni, ayrı şeylər fikirləşir. Arzular, istəklər. Bu arzular, istəklər insanın qəlbini daş kimi edir. Bu, qutaran şey deyil, arzu istək qutarmır. وَعْلَمُوا أَنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَزِينَةٌ وَتَفَاخُرٌ بَيْنَكُمْ وَتَكَاسُرٌ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ. Bilin və agahın dünya həyatı oyun oyuncaq, əyləncə, bəzənmək, sonra fəxirlənmək, öz aranızda fəxirlənmək və təkasur beynəkum, təkasur fil əmvali vəl əvlad. Mal dövləti və övladları artırmaqdan başqa heç nə deyil. Və ayənin axırında nə deyir Allah təala? Deyir, necə ki, əkinçilər əkirlər, çıxır, sevinir. Görür ki, maşallah, məhsul var, əla. Dərir o məhsulun dadını görür, sonra çevrilir, baxır, görür ki, artıq iş qalıb özünə. Nədir o iş? İndi yığışdırmaq lazımdır, quruyub artıq, tarlada işləmək lazım, təmizləmək lazım, artıq onda bezir, yorulur. Dünya həyatı budur, axırı belə qutaracaq. O ən gözəl vaxtlar var, ən gözəl, yaxşı vaxtlar, o var bitəcək. İnsan görəcək ki, həqiqətən dünya həyatı artıq gedir. Əli radiyallahu anh deyir ki, İrtəhələtü dünya fəədbərət. Dünya gəldi və ötdü, getdi. Və irtəhələtil əxirə fəəqbələt. Deyir, axirət deyir, gəldi, amma hələ də gəlməkdədir, öndədir. Deyir ki, və likullin minhumə əbnəun.
Deyir, hər ikisinin də övladları var. Kunu əbnə'əl axirə və la təkunu əbnə'əd dünya. Deyir ki, siz axirət övladları olun, dünya övladları olmayın. O deməkmi ki, yəni insan hər şey tərk eləsin dünyada. İşini tərk eləsin, hər şey. Xeyr. İnsan işi ilə xeyirlərə çata bilər. Sadəcə hər kəs fikirləşsin ki, mən necə Allahın dininə xeyir verim. Ola bilər insan taksi sürür. Amma ən çox Allahın dininə xeyir verən insanlardan biridir. Çünki o taksi sürə-sürə nə edə bilər? Bir kaset qoya bilər, bir dərs qoya bilər. Orada oturan insanın, o müştərinin qəlbinə bir xeyir çata bilər. Qəlbi tərpənə bilər, titrəyə bilər və sən səbəb ola bilərsən. Və nə bilirsən ki, o nə eşitəcək, nədən təsirlənəcək? Elə insanlar o bir sözlə hidayət olur. Qa'nabi rahimullah, bilirsiniz, eşitmişsiniz, Abdullah ibn Məsləmə. Yəni bir dənə hədislə, balaca bir hədislə hidayət olmuşdur. Şü'bə rahimullah o yolda tutur, bəziləri deyilər ki, o quldur olub. Yolunu kəsir və Şü'bəyə yaxınlaşanda deyirlər ki, bu böyük alimdir, imamdır. Ki, yəni istəmirlər ki, ona əziyyət versin. Deyir ki, nə danışır ki, o alim olub, nə inib ki? O quldur da, bunun üçün heç nə yəni. Adam öldürmək heç nədir bunun üçün, Allah qorusun. Deyir ki, o hədis danışır, insanlara hədis danışır. Deyir ki, nə hədis danışır? Danışsın görək bir hədis. Birinci danışmır, deyir, danışmasan öldürəcəm səni. Çıxarır xəncəlini, deyir, danışmasan sən öldürəcəm. O da deyir ki, mən filan kəssən, o da filan kəssən, o da filan, o da sahabədən, o da Peyğəmbər sallallahu aleyhi ve sellemdən eşitdi ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə deyir, utanmırsansa istədiyini et. Utanmırsansa nə istəyən et. Yəni, bu hədis qəlbinə düşür, subhanallah, peşman olur. Və tövbə edir, Allaha qayıdır və deyir ki, ən böyük alim kimdir bu diyarda? Deyirlər ki, istəsən elm öyrənmək, get İmam Məlikin yanına, Mədinəyə. Gəlir İmam Malikin Muvattasını nəql edən ən böyük, ən görkəmli alimlərdən olur. Abdullah ibn Məsləmə. Və sonra istəyir ki, yesin o Şü'bədən halallıq alsın. Və həmçinin ondan elm öyrənsin, hədis götürsün və gedəndə yolda Şü'bə rahimullah Misirdə olur, dünyasını dəyişir. Bax, bir hədis insanın həyatını dəyişdi. Bir hədis, bir gülümsəmək insanın həyatını dəyişə bilər. Ona görə insanlarla rəftarı gözəl etmək lazımdır. Biz İslam təmsilçiləriyik. Allah bizi hidayət edib, şərəfləndirib. Biz də insanların İslama gözəl baxması, İslama qarşı gözəl müamilə etməsi səbəb olmalıyıq. Yoxsa bəziləri kimi ancaq təkfir etsin, ancaq təcrih etsin, o bidətçidir, bu kafirdir, bu münafiqdir. Heç o qaydalardan xəbəri də yoxdur. Vallahi billahi, çox danışanlar olur o məsələdə. Xəbərləri yoxdur heç. Bilirsən ki, məsələni yaxşı başa düşməyib. Danışığından bilsən. Oradan buradan eşitib danışır. Və hətta bəziləri özünə elmə nisbət edir. Allah qorusun. Ona görə ehtiyatlı olmaq lazım. İnsan gəl özünə məşğul olsun. Vallahi. Baxın, Rəbbimiz Azza və Cəl nə deyir Quran-ı Kərimdə? Deyir, وَلِلَّهِ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الْأَرْضِ. Yerlərdə və göylərdə hər şey Allaha aiddir. Diqqət elə, bax. Nə deyir Allah Azza və Cəl? Yerlərdə və göylərdə nə varsa Allahındır. Bəğəvi rahimehullah deyir ki, yəni yerlərdə və göylərdə olan mülk, mal, qullar, mələklər, cinlər hamısı Allahındır. İnsanlar hamısı Allahındır. İnnə lillahi və innə ileyhi raciun. Biz Allahdanıq, Allaha dönəcək. Kim yaradıb bizi? Allah. Allahın deyilik mi? Allahınıq. Və sonra bax nə deyir? Və ləqəd vəssayinəl-ləzîne utul kitəbə min qablikum və iyyəkum ən ittəqullah. Biz sizə və sizdən əvvəlki kitab əhlinə Allahdan qorxun deyə vəsiyyət etmişdik. Vəsiyyət nədir şeyx? Bismillah. Vəsiyyət. Kim deyər vəsiyyət nədir? Ölüm ayağında. Ay sağ ol. Ölüm ayağında. Ay sağ ol. Bəs Quranda vəsiyyət nədir? Allah vəsiyyət etdi. Ha? Təkidli əmr. Diqqət. Adi əmr yox ha. Təkidli əmr. Yəni Allah sizə şiddətli şəkildə dönə-dönə əmr edir ki, ey insanlar, Allahdan qorxun, bu sizin xeyrinizdir. Hər kəsin xeyri o Allahdan qorxmasıdır. Yəni, danışanda, danışığına diqqət etmək. Oturanda, duranda, yol gəzəndə, işində, hər yerdə Allahdan qorxmaq.
İttəqillah heysu mə kunt. Allah Resulü sallallahu aleyhi ve sellem Abu Zərə nə nəsiyyət edir? Deyir, İttəqillah ya Abu Zər. İttəqillah heysu mə kunt. Harada olursan Allahdan qorx. O Abu Zər ki, rukuya gedəndə ayağa durmurdu. Bax, elə insana nəsiyyət deyir, Allahdan qorx deyir. Ona görə insan özünü təqva əhli kimi görməsin gərək. Hər dəfə Allahdan qorxsun, Allahım təqvalı elə məni, Allahım yardım elə. Elə insanlar var, ola bilmir, təqvalı ola bilmir. Bəs o nə etməlidir? Belə suallar var, alimlərə də verirlər sualları. Və bəzən insan şeytanı bu şeylə alladır. Əsənlik deyil. Sən elə yaşa da, bildiyin kimi yaşa. Vallah, insan o deməkdir ki, çalışmır. Əgər insan deyirsə ki, yox, mən onsuz da olan deyiləm, bu Allaha hökm etməkdir. Nə deməkdir Allaha hökm etmək? Yəni, Allah deyirsən, çalışsan, mütləq olacaqsan. Amma sən özün haqqında deyirsən ki, yox, mən olan deyiləm. Bu Allaha qarşı hökm etməkdir əslində. Necə yəni ola bilməzsən ki? Allah deyir, axı, sən düzgün çalışsan olacaqsan. Düzələcəksən, yaxşı olacaq. Amma insan deyir ki, yox, mən belə. Və yaxud da şeytan nə edir? Bəzən insanı qəmlə, kədərlə həlak edir. İnsanın borcu var, düşüb qəm kədərə, düşüb günahlara, düşüb asik. Xeyr. Bütün işlər, bütün xəzinələr Allahın əlindədir. Və in min şeyin illə indəhu xəzainuh. Elə bir şey yoxdur ki, onun xəzinələri Allah qatında olmasın. Əgər sənə pul lazımdırsa, bil ki, xəzinəsi Allah qatındadır. Əgər sənə sağlamlıq lazımdırsa, bil ki, xəzinəsi Allah qatındadır. Əgər sənə salih övlad lazımdırsa, bil ki, xəzinəsi Allah qatındadır. Əgər sənə elm lazımdırsa, bil ki, xəzinəsi Allah qatındadır. Və in min şeyin, elə bir şey yoxdur ki, illə indəhu xəzainuh. Allah qatında xəzinəsi olmasın. Və sonra indi bax, deməli, nə etmək lazım? Allahdan sil. Səndə qəm-kədər var. Xəzinəsi Allah qatında da aparmağın. Allaha yalvar aparsın. Abu Umamə Əl-Bəhili radiyallahu anhu. Bir dəfə Peyğəmbər sallallahu aleyhi ve sellem görür ki, çox kədərli halda oturub. Deyir ki, nə olub sənə ey Abu Umamə? Deyir ki, ya Rasulallah, qəm-kədər məni bürüyüb. Borcum məni həlak edib. Borcum məni çox böyük problemlərə salıb. Deyir ki, sənə elə bir dua öyrədimmi ki, o duanı etsən, Allah sən borcunu ödəyər və bütün qəm-kədərin də gedər. Deyir ki, bəli ya Rasulullah. Deyir ki, denən ki, Allahümə innə audbikə minəl həmmi vəl-həzən vəl-əczi vəl-kəsəl vəl-buxli vəl-cubni və dala'id-deyn və qalibət-ricəl. Deyir ki, Allahım, innə audbikə minəl həm vəl-həzən. Qəm-kədərdən, hüzündən sənə salam. Vəl-əczi vəl-kəsəl. Bax, diqqət elə bura. Acizlikdən və tənbəllikdən sənə sığınıram. Bəzi insanların bu hala düşməsi səbəbi tənbəlliyidir. Səhər tezindən durub işə getməməyidir. Günortaya qədər yatır, günortadan sonra axşama heç bir işin bərəkəti qalmır. Axşam da gəlir, rasxodlar çox, qazanc az. Soruşsan, nə olub? Deyə, belədir vəziyyət. Biraz çalışqan ol da, biraz çalış, biraz az yat, tez dur yuxudan. Hər gün özünə söz verir ki, mən səhər tezindən işə gedir. Yəni, səhər tezindən yatma. Deyən ki, bu vaxtları mən faydalı görəcəksən. Həmin vaxtı işləyənlər, həmin vaxtı oxuyanlar, həmin vaxtı ayıq qalanlar azdır. Hansı ki, Allah onlara bərəkət verir. Onların mallarına bərəkət verir. Onların elmlərinə bərəkət verir. Heç vaxt səhər yatan tələbə ilə, elm tələbəsi ilə, səhər yatmayan elm tələbəsi heç vaxt biri ola bilməz. Heç vaxt. Yer göy biri olsun, biri ola bilməz. Namaz qılıb duha namazına qalan insanla məsciddə duha namazına qalmayan heç vaxt bərəkətli biri ola bilməz. Məscidlər bərəkətli yerlərdir. Bərəkətli vaxtı bərəkətli yerdə keçir. Gör, Rəbbin səninci xeyirlər verir, artırır, yardım edir, duavı qəbul edir. Məscidə bağlı olmaq, iki namaz arası oturmaq. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizi günahları silib atan, dərəcələri qaldıran əməllər barəsində xəbər verinmi? Əfələ ədullukum. Deyir ki, sizi o əməllərə yönəldimmi? Deyir, bəli ya Rasulullah. Deyir ki, kəsrətul xuta iləl məsəcid. Məscidlərə addım atıb getmək. İntizarus salə ba'də salə. Namazdan sonra o birisi namaz gözləmək və sonra deyir, isbəğul vudu aləl məkərih. Deyir, dəstəmazı gözəl şəkildə almaq. Dəstəmazı gözəl şəkildə alsan, dəstəmaz alına ləzzət alırsan. Deyirsən ki, bu nə gözəl bir şeydir bu dəstəmaz. Tez bazar belə yox.
Düzgün şəkildə. Əsl namaz alanda bir ləzzət alırsan. Namaza gedəndə ikinci ləzzət alırsan. Üçüncü, namaz qılanda üçüncü ləzzət alırsan. Və ona görə bax, namazın fikrini öyrənmək insanı xoşbəxt edir. Necə? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qul namaza duranda onun günahlarını iki çiyinləri arasında başının üstünə qoyarlar. Və hər dəfə o rukuya gedəndə onun günahları tökülər. Təsəvvür etsən, rukudasan, günahların tökülür. İnsan rukudan qalxan kimi dayanacaq. Heç sən rukudan qalxmaq istəyirsənmi? İnsan heç rukudan qalxmaq istəyərmi? Ona görə onlar çox rukuda dayanır. Bir dəfə Abdullah ibn Şıxir rahimehullah tabiin olub, böyük tabiinlərdən olub. Gəl gör ki, bir nəfər uzun səcdədə dayanır, uzun rukuda dayanır. Və öz dostlarına deyir ki, orada olan. Onlar da elm öyrənənlər olur, hamısı. Deyir ki, görəsən bu rəkətlərin sayını hesablaya bildi mi? Yəni o qədər dayandı ki, bəlkə də yadından çıxıb deyir. Deyirlər ki, istəsən özündən soruş. Və o gəlir, o qutarandan sonra deyir ki, sən deyir, ətədri kəm rəkət. Deyir, sən bildinmi neçə rükət qıldın? O cavabına deyir ki, fə innəllah huvəl-ləzi yədri. Deyir, mən bilməsəm də, fə illəm ədri, huvəllah, fə innəllah huvəl-ləzi yədri. Yəni, mən bilməsəm də Allah bilir, deyir, mən nə qədər qılmışam. Yəni, deməsi, sən nə işinə qalıb da? Özünlə məşğul ol. Və deyir ki, وَلَكِنِّي سَمِعْتُ النَّبِيَّ sallallahu aleyhi ve sellem. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellemə eşitdim ki, deyir, çoxlu səcdə etmək qulu Allaha yaxınlaşdırır. Aqrab mə yekunul abdu ilə rabbihi və huva səcid. Qulun Rəbbinə ən çox yaxın olduğu vaxt səcdə vaxtıdır. Deyir, ona görə artırıram. O deyəndə ki, mən Allah Rasuluna eşitdim. Demək, bu kimdir? Sahabidir. O deyir ki, subhanallah, sən kimsən? Deyir ki, mən Abu Zərəm deyir. O deyəndə peşman olur. Gəlir öz yoldaşlarına deyir ki, sizdən pis yoldaş tanımıram deyir. Mənə deyir, Allah Rasulü sallallahu aleyhi ve sellem sahabəsinin üstünə göndərmişsiniz deyir. yəni gör mən kiməm? Sahabəyə mən necə nəsiyyət edeyim? Necə deyim? Yəni, baxın onlar necə rukusuna, səcdəsinə diqqət edirdilər. Və qiyamına diqqət edirdilər. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ən fəzilətli namaz qiyamı uzun olan namazdır. İnsanın namazı Allahla münasibətini bildirir. Bax, diqqət, namazına diqqət et. Namaz, vallahi namaz çox önəmlidir. Alimlər ixtilaf ediblər. Deyiblər ki, hansı fəzilətlidir? Uzun qiyam, yoxsa uzun səcdə? Barlə, alimlər ixtilaf edib. Həmişə Şeyx Məşhur Hafizəhullah deyir ki, böyük alim, deyir, həmişə fəzilət məsələsi nə vaxt ortaya çıxır? Ət-tafdil əndə-tafsil. Ət-tafdil yübəyyənu əndə-tafsil. Həmişə fəziləti bilmək istənsə təfsilat elə. Fəziləti bilmək istənsə təfsilat elə. Misal üçün, demək ki, ruku daha çox, ruku səcdə daha fəzilətlidir. Yoxsa qiyam, təfsilat var. Yahya ibn Ədəm, rahimehullah, gözəl bir söz deyir. Deyir ki, gecə namazında qiyam daha fəzilətlidir. Gündüz namazlarında səcdələr daha fəzilətlidir. Çünki gecə namazı uzun olaraq uzun qılmalısan. Necə ki, Allah Rasulü sallallahu aleyhi ve sellem də belə deyir. Və həmçinin soruşsan ki, məscidə yaxın ev daha fəzilətlidir. Yoxsa məsciddən uzaq olan ev hansı fəzilətlidir? Təfsilat. Yenə təfsilat. Yeri fikirləsənsə, addım sayılır. Yəni, uzaq evdən yerimək daha fəzilətlidir. Amma yaxın ev daha fəzilətlidir. Nəyə görə? Azan eşitirsən, azan təkrarlayacaqsan. Məscidin yanındasan, çoxlu namazlara gedəcəksən. Aydın mı? Yəni, uzaq evdə qalanla yaxın evdə qalan məsciddə iştirak etmək şeydir. Amma baxsan təfsilatda ortaya çıxır. Yəni, məsələ. Belə şeylər çoxdur. Yəni, ona görə, bunları nəyə görə əslində zikr etdim? Təqvalı olmaq üçün insanlar addımlar atmalıdır. Allaha tərəf. Bax, bugündən insan biləndən sonra öz namazında dəyişiklik etməlidir. Deməlidir ki, mən namazımda biraz çox oxuyacam. Və evdə namaz qılıram da, biraz çox oxuyacam. Təsəvvür et, sahabələr Muaz radiyallahu anhu
Allah Rasuluna namaz qıldırırdı. Sonra gəlib öz qövmünə namaz qılıb Bəqərəni oxuyurdu. Abu Bakr radiyallahu anhu məğrib namazında Bəqərəni xətm edir. Hətta sahabələr deyirdilər ki, deyəsən namazımız qəzaya qalacaq yəni. Məğribin vaxtı çıxacaq. O qədər oxuyurdu yəni. Uzun oxuyurdu. Allah Rasulü sallallahu Abu Bakr radiyallahu anhu. Görün nə qədər oxuyurdu, namaza nə qədər önəm verir. Yəni bugündən dinən ki, misal üçün namazımı biraz artıracam. İbadətimi biraz artıracam, çoxaldacam. Tələsik namaz qılmayacam. Tələsik namaz qılan insan heç vaxt qəlbi rahat ola bilməz. Mümkün deyil. Heç vaxt tələsik namaz qılan insan rahat namaz qıla bilməz. Mümkün deyil. Ona görə insan namazına diqqət eləməlidir, rukusuna, səcdəsinə ki, mən bu namazı necə qılıram, nə qədər oxuyuram. Və baxın, o vaxtı sahabələr namaza dururdular və hər bir tərəfə baxırdı. Ora baxırdılar, bura baxırdılar. Namazda ora-bura baxmaq qadağa gəlməmişdi. Sadəcə namaz qılırdılar, ora baxırdılar, bura baxırdılar. Allah Azə və Cəllə ayələr nazil edir. Deyir ki, قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ. Deyir ki, o möminlər nicat tap ki, onlar namazlarında xuşu içərisində, ora-bura baxmaz, diqqətli namazda olar. Ha? Səcdə etdiyi yerə baxırlar. Bəli, yəni səcdə etdiyi, yəni əsas odur ki, yəni, xuşu içərisində olasan. Bəli, səcdə yerinə baxılmalıdır namazda, bəli. Yəni təşəhhüddə də təşəhhüd barmağına baxılır. Yəni şəhadət barmağına baxılır. Yəni bu ayə nazil nəyə görə? Bax, kim nicat tapacaq? Öz namazında xuşu olan kəs. Həqiqətən namazda xuşu olmaq insan həyatını dəyişir. Həyatını, imanını dəyişir. Ona görə namaza diqqət elə. Namaz. Deyir, ən birinci qul qiyamət günü namaz haqqında soruşulacaq. Əgər namazı naqis olacaqsa, deyir ki, Rəhman olan Allah deyəcək ki, baxın nafilələrinə. Bəzən görsən, qardaş nafilə namazı qılmır. Əgər fərzlərin naqis olsa, nə ilə dolduracaqsan yerini? Nafilə namaz qıl ki, nafilə ilə doldurasan. Nafilələri artırmaq lazımdır. Və həmçinin əvvəl namaz necə idi? Namaz girirdilər sahabələr, Peyğəmbər sallallahu aleyhi ve sellemə salam verdilər. Dilər ki, Kunnə nusallimu alən nəbi sallallahu aleyhi ve sellem və huvə fissaləm. Biz Allah Resulü sallallahu aleyhi ve sellemə o namazda olduğu halda salam verərdik fəyarudda aleynə. Və o da qaytarardı, deyir ki, aleykum salam. Qadağa gəlməmişdi. Hətta o ayə nazil olana kimi və qumu lillahi qanitin. Hafizu alə salavati və salatul usta və qumu lillahi qanitin. Deyir ki, namazlarınızı qoruyun. Allahın ayəsidir. Bax, deyir, namazlarınızı qoruyun. Xüsusən orta namaza diqqət edin. Əsr namazda. Sonra nə deyir? Və qumu lillahi qanitin. Allahla qanitinlər olaraq durun Allahın qabağında. Kim deyər qanitin nə deməkdir? Belə ümumi düzdür, amma əsas. İnnə İbrahimə kənə qanitən lillah hənifən və ləm yəkun minəl müşrikin. İbrahim qanit. Yiraq sonra deyir, kənə qanitən lillahi hənifən. Hənifdir tohid. Bu qanit nədir? Ha? Dedi də, qardaşdır. Rəbbindən razı qalan. Bax, diqqət elə. Davamiyyətli itaətdə olan. Biri var deyəsən ki, bugün dərs idi, maşallah, o birisi, bu birisi. Gedəsən bugün 2 dənə namazı, məğrib işanı, yaxşı xuşu ilə qalsan, səhərdən yaddan çıxdı. Qanit deyil insan. Amma İbrahim haqqında Allah deyir, aleyhissalam, İnnə İbrahimə kənə qanitən lillah. Yəni, davamiyyətli itaətdə idi. Davamiyyətli eyni şeylər. Yəni, bugün fasik, sabah mömin, sabah iman düşdü, getdin günahlara düşdün, bugün göz zinası edirəm, sabah tövbə edəcəm. Belə yox. Ya eyyuhəl-ləzina əmən udxulu fis-silmi kəffə. İman gətirənlər tam şəkildə girdiyinə. Tam girdiyinə. Vallahi bütün xoşbəxtçiliklər Allahın dinindədir. Bax, Allah Azə və Cəllə nə deyir? وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا وَعْدَ اللّٰهِ حَقًّا وَمَنْ أَصْدَقُ مِنَ اللّٰهِ قِيلًا. Deyir ki, iman gətirib salih əməllər işləyənlərə deyir, onları ağacları altından çaylar axan cənnətə salacağıq. Orada əbədi qalacaqlar. Və sonra diqqətlə baxın, deyir, وَعْدَ اللّٰهِ حَقًّا. Deyir, Allahın vədi haqdır. Və mən əstəqu minəllah qeylə. Allahdan daha doğru danışan kim ola bilər? Leysə min əməniyikum və lə min əməni əhlil kitab mən yəməl su'ən yüczə bihi. Sizin deyir, arzu istəklərinizə görə olmayıb.
sizə gələn nimət. Nə də kitab əhlinin? Deyir, kim pis əməl edərsə, mütləq ona görə cəza alacaq. Və diqqət et, namaz qılmamaq və namazda pis olmaq pis əməl sayılır. Çünki hətta o sahabi namaz qılırdı, tez-tez qılır. Ona nə deyirlər alimlər? Sey musiun fi salatihi. Düzdür, bəzi alimlər bu ilə barışmırlar. Çünki deyir, o deyir ki, vəllezî ba'seke bil haqqi la uhsinu gayrahu. Deyir ki, səni haqla göndərən and olsun ki, bundan başqasını edə bilmirəm. Deyir ki, o musidir, sadəcə bilmirdi o. Lakin bilməməyə görə də insan qınanır. Və Allah Rasulü nə deyir ona? Get namaz qıl, sən heç namaz qılmadın, yarhamukallah. Get sən namaz qıl, heç namaz qılmadın deyir. Deyir ki, və innər rəculə lə yusalli salətə və ləm yəbluğ min salatihi illə əl-uşur, illə tusu, illə thumun, illə axıra qədər belə gedir. Deyir ki, kişi namaz qılar, onun namazından 10'da 1, 9'da 1, 8'də 1, 7'də 1, 6'da 1, 5'də 1, 4'də 1, 3'də 1, 2'də 1 qədər nə götürər? Əcir götürər. Nə qədər xuşu, nə qədər namaza diqqət edir, insan o qədər əcir götürür namaza görə. Yəni, insan 5 vaxt namazı usta qılırıq da. Niyə görə o namazdan biz qazanc əldə edib çıxmamalıyıq? Və xüsusən namaz insanı eləyir, həyatını dəyişir, xəstəliklərini aparır, problemləri qaldırır. Bax, Süleyman əleyhissalam hər dəfə namaz qılanda Allah Azə və Cəllə bir ağac çıxarırdı onun bağçasından. Dedi ki, sən nə üçün sən ey ağac? Mən əntiyə şəcəra. O bilirdi axı dillərini. Bitkilərin də dilini bilirdi. Dedi ki, mən filan xəstəlik üçün gələn ağacam. Və əmr edirdi, insanları kəsirdilər onu. Yəni, xəstəlik gedirdi. Yəni, fayda çıxar alimə deyir ki, yəni, bu ağac nəyə görə çıxdı? O hər dəfə namaz qılanda Allah xəstəlikləri aparırdı. Yayılmaqdan qoruyurdu. Ağac şəklində məhv olub gedirdi. Və həmçinin Adəm əleyhissalamı bütün yara basır boğazına qədər namaza durur. Hətta düşür sinəsindən, sonra göbəyindən, sonra dizindən, sonra da ayağından keçib gedir. Namaz insandan problemləri aparır. Və həmçinin Yunus əleyhissalam balığın qarnındaydı, deyilmi? Allah Azə və Cəllə nə deyir? Deyir ki, وَلَوْلَا كَانَ مِنَ الْمُسَبِّحِينَ لَلَبِسَ فِي بَطْنِهِ إِلَى يَوْمِ يُبْعَثُونَ Deyir, əgər o müsəbbihlərdən olmasaydı, alimlər deyir ki, təfsir alimləri, bəzi alimlər deyir ki, müsəbbih, yəni namaz qılanlardan olmasaydı, qiyamət gününə qədər qalasıydı orada. Deməli, namaz qılmaq insanı eləyir, həyatını xilas edir. Nə bilirsən, nə qədər bəlalar səndən yan keçib namaz səbəbi ilə. Bir kişi Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gəlir. Namaz, vallahi namazdan danışsaq, din bütün namaza bağlıdır. Ona görə namaz çox önəmli ibadətdir. Bax, Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına bir kişi gəlir. Deyir ki, ya Rasulullah, mən günah işləmişəm. Məni təmizlə. Və Allah Rasul deyir, biraz səbirli ol. Sonra o keçir, biraz keçir, yenə deyir, ya Rasulullah, mən günah işləmişəm, təmizlə məni. Yenə o deyir ki, Allah Rasul deyir ki, biraz gözlə, biraz səbirli ol. Biraz keçir, Bilal azan verir. Və insanlar namaza durur. O kişi deyir ki, namazdan sonra yenə dözə bilmir. Ya Rasulullah, mən günah işləmişəm. Ya Rasulullah, təmizlə məni. O kişi nə eləmişdi? Yəni, bir bağa girmişdi, orada qadın görmüş. Deyir ki, kişinin öz yoldaşına etdiyi hər şey etdim yaxınlıqdan başqa. Belə bir böyük günah işləmişdi. Deyir, ya Rasulullah, təmizlə məni. Deyir ki, ya racul, əmə salleytə mə'ənə. Deyir ki, ey falan kəs, deyir, bizlə bərabər namaz qılmadın mı? Deyir ki, bəli, deyir, qad qafarallahu zəmbək. Deyir, Allah sənə günahını bağışladı. Və Allah göydən ayə nazil edir. Deyir, aqimis salətə, zulafəyi, necə ayə? Deyir ki, aqimis salətə, tarafəyin nəhəri və zulufən minəl-leyli, innəl həsənət yuhibnə seyyət. Deyir, günün iki tərəfini, gecənin yarısına qədər namaz qıl. Həqiqətən yaxşı işlər, pis işləri yuyub aparır. Və təsəvvür, bu kişinin namaz, bu kişinin böyük günahını yuyub apardı. Allahu Akbar. Ona görə namaz düzgün olmalı. Yoxsa Allah Resulü'nə namaz qıldı, Allah ayə nazil etdi onun haqqında. Ona görə insan gəl namazına diqqət etsin. Salah. Əgər insan vallahi namazına diqqət elərsə, yerdə qalan əməllər özü düzələcək. Sadəcə namaz. Diqqət elə namaza. Və bəzən görürsən, ona biz çatmasaq, onda çoxlu tövbə etməliyik. Çünki günahlar insanı müvəffəq etməyə qoymur. Müvəffəq olmağa qoymur. Günahlar çox kəsir. Və həmçinin qəlb, insanlar üçün xeyir istəməmək. İnsanlar üçün faydalı olmağı istəməmək. Qardaşların xeyrini istəməmək. Ona həsəd etmək. Ona saxıllıq etmək. Ona kin küdürət etmək. Allah Subhanahu nə deyir?
Deyir ki, o uhdiratil anfusu şuh. Deyir ki, nəfslər şuh, tamahkarlığa meyillidir. Və mən yuqa şuhha nəfsihi fə ulaikə humul xasirun. Deyir ki, kim deyir yoxsa necə idi? Və mən yuqa şuhha nəfsihi, kim öz tamahından qorunarsa, onlar nicat tapanlar. Humul muflihun. Deyir ki, onlar da fələhə çatanlar. Yəni, insan hamımızda var. Tamahkarlıq var. Uhdiratil anfusuh şuh. Nə deməkdir? Nəfslər intiqam almağa. Nəfslər pis şeylərə meyillidir. İnnən nəfsə lə əmmaratun bis-su. Gərək biz nəfsə qoymayaq ki, insan pis insan olsun. Çünki sən onu yaxşılığa tərəf yönəltməsən, mütləq pisliyə tərəf gedəcək. Mümkün deyil, yəni, orta yol tutsun o. Ya xeyrə tərəf getmək, ya şərə tərəf. Çünki nəfs odur. Hətta insan elə etməlidir ki, nəfsi ona neynəsin? Mutmain olsun. Yəni, ona xeyir işləri əmr etsin. Və insanın xeyir işlər görməyi onun müvəffəq olmanın səbəblərindəndir. Bu hədisdə deyim, yekunlaşdırım. Bir sahabi gəlir. Deyər Rasulallah, mən Buxari Müslim hədislərindəndir. Deyir ki, mən cahillik vaxtı 100 dəvə Allah yolunda sədəqə etmişəm. Və 100 qul azad etmişəm. Deyir, o mənə fayda veribmi? Bax, cahillik vaxtı xeyrxax olub. Deyir ki, əsləmtə bimə əsləftə minəl əməl. Deyir ki, o elədiyin əməllərə görə İslama girmirsən. Təbii ki, o insanın niyyəti Allah üçün olur. Çünki Hətim ət-Tai və həmçinin İbn-i Cüd'an da qədim ərəblərdə Peyğəmbər sallallahu əleyhi və səlləmdən qabaq xeyir əhli idi. Yəni Adi ibn Hətimin atası idi, sahabinin. Soruşur bir dəfə, Hətimin məəli necə olacaq? Yəni onun getdiyi yer necə olacaq? Deyir, cəhənnəm. Deyir, nəyə görə? Deyir, heç vaxt deyir, Allahın rızasını istəməyib. Xeyir işlər görəndə insanlara görə yox, Allah üçün etmək lazım. Və Allah üçün niyyət olanda Allah insanı müvəffəq edir. Allah bir daha doğrusunu Allahdan diləyirəm ki, bizi əff etsin, bizi müvəffəq etsin və danışıqlarımızı lehimizə etsin, əleyhimizə etməsin və öyrəndiklərimizi əməl etməyə müvəffəq etsin. Və axiru da'vana enelhamdülillahi rabbil alemin. Subhanəkəllahumma hamdik, əşhədu an la ilahe illə entə, əstəğfiruka və etûbü ilayk.